Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bugün sizinle bir yumurtayla sobasız hazırlanan çok lezzetli bir ıslak kek resepti bölüşürük. Başka qabdan istifadə etməyə ehtiyacı yoxdur. Sadəcə bir tava götürüb bütün ərzaqları ardıcıllıqla bura əlavə edirik və yaxşı-yaxşı qarışdırırıq. Şəkərimiz əridikdən sonra kakao və unumuzu əlavə edirik və qarışdırmağa davam edirik. Bütün ərzaqların miqdarını açıqlama bölməsində qeyd edəcəm. Oradan rahatlıqla oxuyub hazırlaya bilərsiniz. Xəmirimiz bu formada alındıqdan sonra kənarlarını spatula vasitəsilə təmizləyib, qapağını örtüb az xodda bişməyə qoyuruq. Bişənə qədər qapağını açmayın ki, keksimizin çöpü yatmasın. Sosu üçün bir qaba şəkər tozu, süd və kakao əlavə edib şəkər əriyənə qədər yaxşı-yaxşı qarışdırırıq. Gördüyünüz kimi keksimiz çox gözəl bişdi. Çöp vasitəsilə bişib-bişmədiyini də yoxlaya bilərsiniz. Keksimizi kənara qoyub isti-isti doğrayırıq. Daha sonra hər yerinə gələcək formada sosumuzu əlavə edirik. Ən azından 1 saat gözləmək lazımdır ki, sosu canına çəksin. Daha sonra nuş edə bilərsiniz. Videomuzu bəyəndinizsə bəyənməyi və fikirlərinizi bizimlə bölüşməyi, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Hələlik!